Azərbaycanda havası ən çirkli rayonlar hansılardır? Havanın təmizliyi və çirkli olması necə müəyyən olunur? Siyahıda elə rayonlarımız var ki, çoxlarınız inanmayacaqsınız. Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrində ətraf mühitin çirklənməsi ilə bağlı müntəzəm olaraq hesabat yayımlayır. Həmin hesabata əsasən Yerin Qulağı kanalı Azərbaycanda havası ən çirkli 10 rayonun adını açıqlayır. Bu rayonlar yerləşən bölgələr xəritədə tünd qırmızı rəngdə təsvir olunub. Bu isə həmin ərazilərdə havanın çox çirkləndiyini və 1 kubmetr havada 26-35 mikroqram zərərli maddənin olduğunu göstərir. Bugünkü videoda sizə Azərbaycanın ən çirkli havası olan 10 rayonunu təqdim edəcək. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Havanın təmizliyi 1 kubmetrə düşən zərərli maddələrin miqdarı ilə ölçülür. Ortalama bu rəqəm hər 1 kubmetr havaya 16-25 mikroqram zərərli maddə deməkdir. Havası ən çirkli rayonlarımızda isə bu göstərici çox yüksəkdir. Çirkli olub-olmaması həmin rayonda olan zavodlar, fabriklərlə əlaqəlidir. Bəzi rayonlar var ki, bir neçə kəndi cənnət məkandır, ancaq ümumi rayon ərazisinə görə hesablama aparılır. Hazırsınızsa, gəlin başlayaq. Bu siyahı təsadüfi deyil, hər biri real səbəblərə əsaslanır. Gəlin birlikdə baxaq, hansı rayonlarda nəfəs almaq daha çətindir? 1. Neftçala rayonu. Neftçala Azərbaycanın havasına görə ən çirkli rayonudur. Xəzər sahili boyunca yerləşən bu rayonun adı artıq özü neftlə başlayır. Burada uzun illərdir neft və qaz hasilatı aparılır. Hasilat zamanı havaya yayılan qazlar, torpaqdan qalxan tozlar və kimyəvi maddələr rayonda hava keyfiyyətini xeyli pisləşdirib. Ətraf mühitə təsirləri xüsusilə kənd yerlərində hiss olunur. Eyni zamanda balıq təsərrüfatlarının olması da buna təsir edir. İki. Ağcabədi rayonu. Siyahıda havasına görə ən çirkli ikinci rayonumuzdur. Ağcabədi kənd təsərrüfatı rayonu olsa da, burada əsas problem pambıqçılıqda istifadə olunan gübrə və pestislərdir. Bu maddələr torpaqdan buxarlanaraq havaya qalxır və uzun müddət havada qalaraq əhalinin sağlamlığına təsir edir. Üstəlik, küləkli günlərdə bu çirklər geniş ərazilərə yayılır. Sumqayıt. Sumqayıt şəhəri bəlkə də çirklənmə dərəcəsinə görə bu siyahıda birinci yerdə belə tuta bilər. Sənaye zavodları, kimya və metallurgiya müəssisələri illərlə normadan artıq tullantıları havanı zəhərləyib. İndi müasir texnologiyalar tətbiq olunsa da, əvvəlcə çirklənmənin izləri hələ də hiss olunur. Bakı. Bakı paytaxt olması ilə yanaşı, həm də ağır nəqliyyat, sənaye, tikinti və çoxlu avtomobil sıxlığı ilə tanınır. Binaların sıxlığı, yaşıllığın az olması və küləklə qarışan toz şəhərin havasını xüsusilə tıxaclı saatlarda nəfəs almağı çətin edir. Ələt qəsəbəsi. Ələt son illər iqtisadi baxımdan inkişaf etsə də, bu inkişafla birlikdə çirklilik də artıb. Burada yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ağır tonnajlı nəqliyyat vasitələrinin axını hava keyfiyyətinə ciddi təsir göstərir. Neft və kimya məhsullarının daşınması da əlavə risk yaradır. Hacıqabul rayonu. Hacıqabulda neft və qaz kəmərləri, həmçinin sənaye müəssisələri, xüsusilə neft-qaz infrastrukturuna bağlı sahələr mövcuddur. Bu fəaliyyətlər havaya toz, qaz və digər tullantıların yayılmasına səbəb ola bilər. Rayon əsas magistral yolların Bakı-Gəncə və Bakı-Ələt-Astara yollarının kəsişdiyi ərazidə yerləşir. Bu da ağır tonnajlı nəqliyyat intensivliyini artırır və nəticədə havanın çirklənməsi artır. Hacıqabul yarım səhra və quraq iqlimə malik olduğundan toz və quru hava burulğanları burada yay aylarında tez-tez müşahidə olunur. Bitki örtüyü zəif olduğundan tozlar asanlıqla havaya qalxır və uzun müddət orada qalır. Mingəçevir şəhəri.
Mingəçevir su anbarı və elektrik stansiyası ilə tanınsa da, burada fəaliyyət göstərən İstilik elektrik stansiyası havaya külli miqdarda tullantı buraxır. Ətrafda küləklə yayılmış hissəciklər tənəffüs yolları üçün çox zərərlidir. Şirvan şəhəri. Şirvan neft hasilatına yaxınlığı və sənaye fəaliyyəti ilə tanınır. Həmçinin burada yerləşən müəssisələrdən və istilik stansiyalarından çıxan tullantılar bölgənin hava keyfiyyətini aşağı salır. Yayda toz və quru hava burulğanları da vəziyyəti daha da ağırlaşdırır. Abşeron rayonu. Abşeron Bakıya yaxın yerləşir və sürətli urbanizasiya ilə seçilir. Yeni tikililər, genişlənən yollar, azalan yaşıllıq və avtomobil sayının artması nəticəsində hava çirklənməsi burada da yüksəkdir. Ən çox zərər görənlər isə uşaqlar və yaşlılardır. Salyan rayonu. Salyanda hava çirklənməsinin səbəbləri: nəqliyyatın sıxlığı və magistral yollar. Salyan Bakı-Astara magistral yolunun üzərində yerləşir və bu yol vasitəsilə hər gün minlərlə avtomobil, xüsusilə də ağır yük maşınları rayondan keçir. Bu da egzoz qazlarının və digər zərərli tullantıların havada yığılmasına səbəb olur. Qaz hasilatı və neft infrastrukturu yaxınlığı. Salyan yaxınlığında neft-qaz hasilatı sahələri mövcuddur, xüsusilə Neftçala və Hacıqabul istiqamətində. Bu sahələrdən gələn emissiyalar hava keyfiyyətinə mənfi təsir göstərə bilər. Quraq və yarım-səhra iqlimi. Salyan yarım-səhra iqlim qurşağındadır. Yaşıl örtüyü az, tozlu və küləkli günlər çox olur. Bu da toz hissəciklərinin havada qalması və çirklənmə təsirini artırır. Sənaye fəaliyyəti. Rayon tam olaraq sənaye rayonu sayılması da balıqçılıq, qida emalı və aqrar sektorlarla bağlı zavodlar, konserv, süd məhsulları və s. mövcuddur. Bu sahələrdən yayılan tullantılar da mikroçirklənməyə səbəb ola bilər. Bu rayonlarda hava çirklənməsi insan sağlamlığına da real təsir göstərir. Bəzi hallarda tənəffüs yolu xəstəlikləri, allergiyalar və ürək-damar problemləri də bu səbəbdən artır. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.